işləyibsə, orada xüsusi mövqe qazanır, xüsusi hörmət qazanır. Həm ordu sahəsində, həm də ki, başqa ictimai işlərdə də. İcazə verin, yəni Bayram müəllim bu günləri həm də bizim təşkilatımız onun üzvlüyünə qəbul eləmişik. İcazə verin, birinci orayla bizim təşkilatın vəsiqəsini təqdim edirəm. Təşkilatın üzvü olmaq və burada fəaliyyət göstərməyə xüsusi mənəvi haqqı var. Mənəvi haqqı var ki, veteran kimi o söz demək, gənclərə yol göstərmək imkanına malikdir, böyük təcrübəyə malikdir. O təcrübəni gənclərlə bölüşməsi imkanları var onun. Və bu da Azərbaycanda ictimai-siyasi proseslərə, vətənpərvərliyin güclənməsinə xidmət edəcək. Və ona görə mən sizdən artıq dərəcədə xahiş edirəm. Bayram müəllimi təbrik edeyim. Bayram müəllimə biz uzun ömür, can sağlığı arzulayıram və gələcəkdə də Respublika Veteranlar Təşkilatının işində fəal iştirak eləməsini istəyirəm. Uğurlar sizə müvəffəqiyyətlər. Təşəkkür edirəm. Və mənə icazə. Yelovada dostlar arasında belə məğrur özünü hiss eləməyin ayrı bir keyfiyyəti var, ayrı bir əhəmiyyəti var. Bayram müəllim çox uğurlu bir həyat yaşayıb, ləyaqətlə yaşayıb və davam edir öz işini, çox ciddi işlərlə məşğuldur. Mən xahiş edirəm, Səbinə xanım Qasayeva bizim hörmətli Milli Məclisin deputatımız, xahiş edək, öz fikirləri ilə bölüşsün. Çox sağ olun. Çox təşəkkür edirəm Südeyv müəllim. Dəyərli tədbir iştirakçıları, mən də hər birinizi salamlayıram. Məndən öncə də artıq vurğulandı Bayram müəllimin həyat və fəaliyyəti haqqında. Hər birinizə məlum olduğu kimi bugün biz Bayram müəllimin 70 il yubileyi münasibətilə toplanmışıq. Bayram müəllim bu 70 il ərzində vətəninə, millətinə layiqli bir vətəndaş kimi öz həyatını davam etdirib. Fərqi yoxdur hansı sahədə çalışmasından asılı olmayaraq, istər müəllim kimi, istər jurnalist kimi, istər hərbi sahədə, bütün vəzifələrdə çalışdığı müddətdə onun tək qayəsi məhz vətənə, millətə sevgi olmuşdur. Bugün də sözsüz ki, mən də sevinirəm ki, onun həyat və fəaliyyətinin bir hissəsində də mənlə bir yerdə işləmək mənə də nəsib olub və mən onun vətənini, millətini nə qədər sevdiyini, işinə nə qədər bağlı olduğunun yaxından şahidi oluram sözsüz ki. Mən də hesab edirəm ki, necə ki, bugünə qədər Bayram müəllim öz həyatını, öz fəaliyyətini məhz bu ali dəyərlərə həsr eləyib. Bundan sonraki fəaliyyətində də əminəm ki, Bayram müəllim bugünə qədər qazandığı təcrübəni məhz bundan sonraki gənc nəsillərə ötürəcək. O, eyni zamanda sadəcə savadını, biliyini, təcrübəsini deyil də, eyni zamanda vətən sevgisini də, vətəni necə sevmək lazımdır, vətən üçün nə edə bilərik, məhz onları da gələcək nəsillərə ötürmək istiqamətində əminəm ki, əlindən gələni əsirgəməyəcək. Sözsüz ki, Bayram müəllimin fəaliyyəti haqqında çox danışmaq olar. Burada sözsüz məndən yaxşı tanıyanlar var əlbəttə ki, uzun illər bir yerdə fəaliyyət göstərənlər, uzun illər məhz vətənimizin, torpaqlarımızın azadlığı uğrunda, vətəndaşlarımızın qorunması uğrunda cəbhədə birlikdə xidmət edən şəxslər var. Əminəm ki, sözsüz ki, onların yanında mənim deməyim də, sözləri deməyim də biraz az olar. Amma fərqi yoxdur, bayaq da qeyd elədiyim kimi, hansı sahədə olmasından, hansı fəaliyyətlə məşğul olmasından asılı olmayaraq, tək qayəsi bu vətənə olan sevgisidir. Mən düşünürəm ki, hesab edirəm ki, belə tədbirləri nə qədər çox qeyd etsək, nə qədər çox keçirsək, sözsüz ki, bu həm Bayram müəllimə, onun fəaliyyətinə olan ehtiramla yanaşı, mən əminəm ki, gələcək nəsillər üçün də bir nümunə olacaq ki, məhz bu cür həyat tərzi keçirmək lazımdır ki, fərqi yoxdur, hardasan, Azərbaycanda yaşayırsan, Azərbaycandan kənarda yaşayırsan, bundan heç bir önəmi yoxdur. Əsas odur ki, sən bu vətəni sevirsən, sən bu vətən üçün çalışırsan, bu xalq üçün çalışırsan, bu millət üçün çalışırsan. Sözsüz ki, mən də hesab edirəm ki, Bayram müəllimin timsalında burada əyləşən çox dəyərli
ağsaqqallarımız, dəyərli böyüklərimizin də timsalında məhz bu cür tədbirləri nə qədər geniş keçirsək, nə qədər böyük auditoriyalarda keçirsək, o qədər çox vətənə sevgini daha da çox aşılamış olarıq. Mən bir daha çox minnətdarlığımı bildirirəm bu tədbirin təşkilatçılarına, hər birinizə çox minnətdaram ki, məhz Bayram müəllimin timsalında vətəninə, millətinə sevgi ilə xidmət etmiş şəxslərə bu cür dəyər verirsiniz. Sudeyev müəllimə də minnətdarlığımı bildirmək istəyirəm, çox təşəkkür edirəm. Burada iştirak edən bütün dəyərli tədbir iştirakçılarına minnətdarlığımı bildirirəm ki, məhz dəyər verirsiniz, gəlirsiniz. Çox təşəkkür edirəm Bayram müəllim, sizə bundan sonraki fəaliyyətinizdə daha da böyük uğurlar arzulayıram. Əminəm ki, bu 70 yaşa qədər qazandığınız bütün təcrübələri bundan sonraki fəaliyyətinizdə isə yalnız gələcək nəsillərə ötürmək istiqamətində fəaliyyətinizi davam etdirəcəksiniz. Daha çox yazın, daha çox yaradın, daha çox ötürməyə çalışın bildiklərinizi. Sizə can sağlığı arzulayıram, fəaliyyətinizə uğurlar arzulayıram. Hər birinizə minnətdarlığımı bildirirəm. Çox sağ olun. Hörmətli Səbinə xanım, çox sağ olun. Məmmədlər, bu Milli Məclisin deputatlarından biri gözümüzün qabağında dinlədik. Məndə hansı duyğu yaranır? Deyirəm ki, məndə o seçicilər ki, bu hörmətli xanımı Milli Məclisin deputatı düşünərək ona səs veriblər. Mənim onların hər birinə qarşı dərin belə hörmət hisslərinin canlanmasına gətirib çıxartır. Belə deputatlar olmalıdır. Bizim el ovanı təmsil edən şəxslər belə düşüncədə hər cəhətdən ürəyə yatan bir insan olmalıdır. Səbinə xanım, çox sağ olun. Xoş sözləriniz üçün. Çox sağ olun. Əvvəlində hələ Sovet dövləti yaşayırdı. Heydər Əliyev bütün Sovet rəhbərliyi vurmağa, sıradan çıxartmağa hazır idi və Azərbaycandaca təəssüf olsun ki, o dövrdə o rəhbərlər belə qüsurlu düşüncə ilə yaşayırdılar. Amma Naxçıvanda onu Ali Sovetin deputatı nəzərdə tutub seçmişdilər. Və ona görə o deputat kimi gəlib çıxış, yəni iştirak eləməli idi Ali Sovet iclasında. Gəlib onu da Heydər Əliyev gəlib, bilirsiniz də, onun yanında durmaq istəməyənlər nə qədəridir? O mərifətli insanların sayı kimin ürəyində nəysə vardı, amma qorxurdular, yaxına düşmürlər. Bu Ədinə xanım birdən görür ki, onu təmsil eləyən, onun qeydiyyatını, sənədlərini gətirən adam deyir ki, Heydər Əliyev, nə? Heydər Əliyev kim diyor? Deyir, məndə doktorudur o həkim idi özü də onun. Ay Allah, Əli Rızayevin qohumudur, yoldaşının qaynı idi. Yaxşı bir həkim idi. Tez onu çağırır, qeydiyyatdan keçirir Heydər Əliyev. Bu belə bir xanımdır. Bunun hamısı görür ki, bu adam Heydər Əliyevə necə hamısı rəhbərlik vurmaq istəyir. Bu isə ona birinci dəstək verməyə hazır bir şərt. Bu belə bir xanımdır. Var olun mənim əzizim. Buyurun, Ədinə xanım, çox sağ olun. Onun da bir səbəbi vardı. Başlamazdan əvvəl Sudeyev müəllim. Çünki mən Moskvada işləmişdim. Uzun illər, 20 il qədər Moskvada işləmişdim. Sonra bura Milli Məclisə dəvət olundum. Belə bir haqq hesab oldu, Sudeyev müəllim danışan kimi. Gördüm, bu sənədləri götürmürlər. Mən də o vaxt bilmirdim kim kimdir, nədir. Heç bilsəm də onsuz da belə hərəkət edəcəkdim. Çünki mənim özümün vətənə qarşı sevgim çox böyükdür. Hətta Heydər Əliyevə qarşı sevgim çox böyükdür. Ona görə mən belə bir hərəkət etdim. Mən sizə təşəkkür edirəm ki, sizin heç vaxt yadınızdan çıxmır, unutmursunuz. Həmişə bunu deyirsiniz. Çox sağ olun, var olun. İnanın ki, o dövrdajı elə bir dövr idi ki, bəlkə də mənim heç yadımda deyirdi, amma siz mənim yadıma salmışdınız o keçən dəfə çıxış edib. Nəysə, dövr dəyişir, zaman dəyişir. O dövr ayrı idi, biz işləyən dövr, mən Milli Məclisə dəvət olmuşdum. Mən çox şadam ki, Heydər Əliyev də Milli Məclisdə
sədr olanda o dövrdə mən orada işləmişim. Və onun bir sözü var idi, Azərbaycanlı olmağıma mən fəxr edirəm. Həqiqətən görürsünüz, biz başladıq Heydər Əliyevlə. Bugün yığışmışıq gözəl bir insanın yubileyinə. Amma oradan gəldi, kökdən gəldi danışıq. Mən demək istəyirəm ki, bugün toplandığımız belə bir gözəl məclisdə bizim Zəngilan balası, Zəngilan oğlu, zəngin bir insanın yubileyinə toplaşmış. Hər adama zəngin demək olur. Hamı özünə görə, öz ixtisasına görə, yerinə görə, vəzifəsinə görə, tutduğu yerə görə bir ad qazanır. Mən xüsusi qeyd etmək istəyirəm ki, Bayram müəllim, inanın ki, ikinci mən belə yazan, belə qələmi olan insanı mən tanış olduğuma görə Bayram müəllimlə çox şadam. Mən fəxr eləyirəm ki, bu insanla tanış oldum. O məni tapdı. O elə insanları Zəngilandan çıxardır ki, məşhur insanları, yaddan çıxmış, o dövrdə müəyyən fəaliyyətləri olan insanların hamısı haqqında yazır. Özdə təmənnasız. Bunu da qeyd edim. Bu böyük bir şeydir. Bu insana xas olan ən böyük insani bir xüsusiyyətdir. Bayram müəllimə sizə təşəkkür edirəm. Doğrudan da sizin yeriniz çox möhtəşəmdir. Bugün də sizin bu tədbiri aparan böyük insan, böyük şəxsiyyət, görün Allah necə yetirib. Hər şey Allahın əlindədir, elə oradan başlayaq. Məni də Bayram müəllim atama görə tapdı. Dedi, sizin atanız haqqında yazmaq istəyirəm. Dedim, valla çox yazıblar, əziyyət çəkməyin də var hər şey. Dedi, yox, yazacağım. Həm atam haqqında, həm əmim haqqında. Sonra da biraz keçdi, elə insanları seçirdi ki, hansı insanlar o zamanında lazımdır onlar haqqında yazmaq. Özü də yazırdı, internetdə işləyirdi, möhkəm işləri hamısını özü eləyirdi. Bu böyük bir doğrudan cəsarət tələb edir. Çox böyük cəsarətli bir insansınız siz. Mənim də haqqında da mən utandım, çünki mən dedim, lazım deyil mənim haqqında çox yazılır. Kitablarda da var, qəzetlərdə də var. Dedi, yox yazacağım, siz də bir Zəngilanın ilk qadını kimi, professor kimi o qədər əziyyət çəkmişsiniz. Mən də razılaşdım. Deməli, yazının adlarına fikir verin. Gözəl ömür. Mənə sərf edilir. Bu adları hardan tapır? Hər bir insan haqqında yazdığı məqalənin adları həmin insanın özünə məxsusdur. Çox maraqlıdır. Fikir versəniz, bir adam haqqında yazdığı məqalənin adı o birisindən tamamilə fərqlənir. Mən ona görə demək istəyirəm ki, bu insan yubileyiniz münasibəti ilə sizi təbrik edirəm. Sizə can sağlığı arzu edirəm. Sizə, ailənizə və bütün bura yığışıb, Azərbaycan bütövdür. Azərbaycanın bölünməzdir. İstər Zəngilanı, istər o biri rayonları. Amma hər bir rayon özünün xüsusiyyətinə görə o biri rayonun nəyinəsi müəyyən detallarına fərqlənə bilir. Bayram müəllim, siz də fərqli bir insan oldunuz. Mən məsələn, öz aləmimdə sizi fərqli gördüm. Mən ona görə sizə təşəkkür edirəm. Çox sağ olun. Sudeyv müəllim, sizə təşəkkür edirəm. Bura yığışanlara təşəkkür edirəm. Bayram müəllimin ətrafında toplaşıb, onun bugünkü 70 illiyini qeyd eləmək üçün. 70 il elədi ki, siz gərək bu ildən möhkəm tutasınız. Daim qalxasınız zirvəyə. Enmək yoxdur. Qalxmaq lazımdır. Həmişə irəli. Çox sağ olun. Ona görə sağ olun, var olun. Bu çiçəklər kimi ürəyinizdə Xoş arzulara görə çiçəkdir. çox sağ olun. Sizə can sağlığı arzu Çox sağ olun, edirəm. minnətdaram. Çox sağ olun, var olun. Sağ olun. Var olun. Əziyyət sağ olun. Biz sizinlə fəxr edirik. Zəngilan elinin ilk fizika riyaziyyat elmləri doktoru Professor Adilə xanım. Əlavə qeyd edim ki, Adilə xanımın atası rəhmətli Ziyad Məmmədov
42-ci ildə o müharibənin ən çətin vaxtında Zəngilana rayon icra deputat, Xalq Deputatları Seçki İcra Komitəsinin sədri təyin olunub, özə Bağırov o dövrdə göndərib. Və o ac yalavac illərdə o qarış-qarış o eli, torpaqların gəzib, özü də agronom olub. Və Zəngilanda qısa müddətdə taxıl istehsalı, keçmiş SSR-də ən yüksək səviyyədə olub. Sosialist əməyə qəhrəmanı alıb, bərabər də 12 nəfər onunla su. Ona görə də Zəngilan o dövrdə deyiblər Qızıl Zəngilan. Allah rəhmət eləsin atasına da. Böyük şəxsiyyət oldu, həmsinə də. Çox sağ olun. Allah rəhmət eləsin. O da mənim yanımdadır. Mən onu görmüşəm. Amasda olmuşum. Allah rəhmət eləsin. Ölkəyə xidmət edən ləyaqətli insanlar oldu mu? Əlbəttə. Çox sağ olun Adile xanım. Siz sağ olun. Gözəl Siz varsınız. sözləriniz üçün qəlbinizlə yaşayırsınız. Təfəkkür, qəlb birliyi. Çox sağ olun. Hər şeyi qəlbini bilmək ayrı bir keyfiyyətdir. İndi Qafar müəllim Əliyevə biz xahiş edirik, söz veririk, danışsın. Qafar müəllim, buyurun. Bu Qafar müəllimi də tanıyanlar tanıyır, amma mən də öz tərəfimdən onun barəsində onu demək istəyirəm ki, bu Yeni Azərbaycan Partiyasının yaradılma prosesində aktiv iştirak etmiş şəxslərdən biri idi və mən onu bizim Yeni Azərbaycan Partiyasının Qızıl Gənclər fondu sırasında sayırdım. Bu elə də elə yaşayıb, davam edir öz həyatını. Uzun müddət Qaradağ Yeni Azərbaycan Partiyası təşkilatına çox uğurla rəhbərlik edib. İndicə çox bu ilmlər doçentdir, çox böyük universitetdə idarəçilik akademiyasında tədris aparır, həm də YAF Veteranlar Şurasının üzvüdür. Qafar müəllim, buyurun əzizim. Sağ olun Sidef müəllim. Hörmətli xanımlar və cənablar, biz bugün çox gözəl bir tədbirə toplaşmışıq. Mən həqiqətən də deyirəm ki, böyük ulu xalqımızın çox görkəmli şəxsiyyətləri var, həmişə olubdur, bugün də var. Xüsusilə bu insanların bir qismi də bu zalda əyləşibdir ki, hansı ki keçdiyi həyat yolu ilə Azərbaycan dövlətinə, dövlətçiliyinə xidmət ediblər. Belə zəngin həyat yolu keçən insanlardan biri də hörmətli Bayram müəllimdir. Bayram müəllim haqqında bizim hamımız çox saatlarla danışarıq. Mən onu çox geniş fəaliyyətindən danışmayacaq. Onu qeyd etmək istəyirəm ki, YAF Qaradağ rayon təşkilatı sədr vəzifəsində olduğum zaman biz hörmətli Səbinə xanım millət vəkili əyləşibdir burada və Bayram müəllimlə birlikdə vətəndaşları qəbul edirdik. Deməli, mən ora hələ ilk gələn vaxtda belə bir təkliflə çıxış elədim ki, millət vəkili, YAF sədri birlikdə vətəndaşları qəbul eləyək. Onların qaldırdığı məsələləri dövlət orqanları qarşısında birlikdə qaldıraq və o məsələlərin həllinə nail olaq. Və sağ olsun Səbinə xanım və Bayram müəllim bu məsələyə ciddi reaksiya verdilər və biz birlikdə çoxlu qəbullar keçirdik həmin vaxtda. Bu qəbullar zamanı görürdüm ki, Bayram müəllim çox ciddi şəkildə vətəndaşların qaldırdığı məsələləri qeydiyyatına aparır. Sonra da mən YAF sədri kimi bunu biraz da izləyirdim prosesi, görün bu necə gedir. Və çünki uzun müddət administrasiyada işlədiyimə görə bilirdim ki, vətəndaşlar məsələləri qaldırırlar rayonlarda, hətta deputatlar qarşısında və s. Bu müraciətlərin bir çoxu sonra həlli yarım çıxarır. Açıq deyim burada, indi səmimi şəkildə deyirik. Bir məsələni qaldırırdılar, dinləyirdilər vətəndaşı, bəlkə də müxtəlif hökumət dövlət orqanlarına müraciət deyirdilər, amma o
Qaldırılan məsələnin ardıcı axır qədər getməlidir. Mən bunu bayram müəllimdə gördüm, Səbinə xanımda gördüm, ikisini qeyd eləmək istəyirəm. Görürdüm ki, bu vətəndaşları qəbul edirlər və vətəndaşların qaldırdığı problemləri, qeydiyyatını aparır və dərhal elə qəbul qutaran kimi müvafiq dövlət orqanlarına məktubla müraciət edirlər, telefonla müraciət edirlər, hətta lazım yardımların qəbuluna gedirlər. Bu vətəndaşların probleminin axıra qədər həlli ilə məşğul olurdular və görürdüm ki, bir çoxunu da müsbət həll edirlər. Növbəti qəbulda vətəndaşlar sayı azalır və eyni zamanda gələnlər də gəlib öz təşəkkürlərini bildirirdilər, minnətdarlıqlarını bildirirdilər və gördüm bir neçə insanların qaldırdığı məsələlərin şəxsən həllinə bu məsələnin bu şəkildə həllində müstəsna rolu mən deyərdim ki, Səbinə xanımla bərabər Bayram müəllimdir. Çünki millət vəkili nə qədər də bu işə canı yansa da, onun köməkçisindən çox şey asılıdır ki, onun yazışması, əlaqə, zəng eləmək, bu məqsədə axıra çatdırılması Bayram müəllim bunu edirdi. Sonra bir qədər maraqlandım, mən Bayram müəllim keçdiyi həyat yoluna mən gördüm ki, Bayram müəllim tək burada bu sahədə yox, hansı sahədə olursa, işlə belə məsuliyyətli, ciddi, yanaşır. Eyni zamanda Bayram müəllim hərli sahədə müvəffəqiyyətlə işləyirdi. Müdafiə Nazirliyi sistemində bilirsiniz ki, beynəlxalq əlaqələr üzrə o böyük bir vəzifə tutubdu, hətta xarici ölkələrdə olub, Azərbaycanı təmsil edib. Və ondan sonra isə Bayram müəllim həm də mətbuatda mütəmadi şəkildə deməli, gözəl publisistik məqalələrlə çıxış edib. Ədilə xanım da sonra qeyd elədi. Azərbaycanın görkəmli şəxsiyyətləri haqqında 525-ci qəzetdə və s. Bayram müəllim çox gözəl publisist məqalələrlə, o çəkilərlə çıxış edir. Əziz dostlar, bir fikrilə mən tamamlamaq istəyirəm. Bu, hazırki Azərbaycan cəmiyyətində belə bir ki, Azərbaycan dövləti, xalqı çox sərvətlərlə, Allah Taala'nın verdiyi təbii sərvətlərlə zəngindir. Bu, eyni zamanda bu sərvətlərdən biri də bir maddi sərvətlərdə onlar, bir əsası da mənəvi sərvətdir. Bu mənəvi sərvətlərdən elə biri Bayram müəllimin özüdür. Hansı ki, keçdiyi bu 70 illik həyat yolunda çox keşməkeşli ömür yaşayıbdır. Həyatın hər üzvünü görübdür. Müxtəlif işlədiyi dövlət vəzifələrində bilavasitə bu canlı iştirakçı kimi, həm də qələm sahibi kimi bunları müşahidə edibdir və gəlib yetişib indiki vəziyyətə çıxıb. Bayram müəllim kimi insanlarımız bizə, Azərbaycan xalqına bu gün doğrudan da qeyd edib, böyük tükənməz sərvətdir. Mən Bayram müəllimə Allah Taala'dan uzun ömür, can sağlığı verirəm. 70 illiyində iştirak etdiyimiz kimi 80 illiyində, 90 illiyində, 100 illiyində də iştirak edək. Burada əyləşənlərin hamısı doğma insanlardır, görürük, çoxdan görmədiyim insanlar, onların hamısına da salamlayıram. Ən başda da bizim hörmətli ağsaqqalımız Südeyib müəllim İmamverdiyevi bir daha salamlayıram ki, kaş ki Allah Taala bir imkan verə, onun da yüzləyində mən bir çıxış edəyəm. Onun haqqında bəli, gözəl fikirlərimi deyəm. Sağ olun, hamımıza təşəkkür edirəm. Mən bayram. Çok sağ olun, çok sağ olun. Sağ olun, var olun. Sağ olun. Teşekkür ederim Zafer Müəllim, çok sağ olun. Çok güzel çıxış. Kulübəni diyaloğa əsaslanan bir çıxış. Bayram müəllimi tanıyıb bir şey söyləmək əlbəttə ayrı bir əhəmiyyətə malik bir çıxışdır. Çox sağ olun. İndi xahiş edirəm Zəngilan rayonunun icra hakimiyyəti olun, sabiq icra başçısı Vəli Quliyev. Xahiş edirik sizdən, buyurun əzizim.
Vəlini mən o dövrdən tanıyırdım. Bilirəm. İlk yaxın yaradıcılarından biri oldular. Sağ ol, hoş gördük. Çox. Romaslarımız da hoş gördük. Sağ olun. Gəl. Çox sağ olun. Bayram müəllim, siz çox xoşbəxt adamsınız. Ona görə ki, sizin yubileyinizdə dünyada tanınmış alim, hörmətli professorumuz sədrlik edir bu məclisə. Sizin yubiley məclisinizdə. Bizim çox gözəl alimimiz və dövlət xadimimiz Adilə xanım burada iştirak edir. Və digər hörmətli yoldaşlar iştirak edir. Ola bilsin ki, əvvəldən görməmişəm. Tanıya bilmirəm. Bayram müəllim haqqında mən çox danışmayacağam. Ona görə ki, mən danışsam, gərək günlərlə danışam. Ona da mənim fiziki sağlamlığım imkan vermir. Günün ən gözəl anı səhərdir. Fəsillərin ən gözəli yazdır, bahardır. İnsan ömrünün ən gözəl çağı gənclikdir. Haqlı olaraq aqillər deyir ki, gənclikdə qazanılan elm daşa vurulan nəqşə bənzəyir. Bəli, Bayram müəllim özünün gəncliyində daşa nəqşini vurdu. Bayram müəllim özünü təsdiq elədi gənclik illərində. O vaxtlar gənclərimiz çox ruh yüksəkliyi ilə həyata atılırdılar. Yəni 70-ci illəri nəzərdə tuturam. 70-ci illərdə Azərbaycanın şöhrəti dünyaya yayılmışdı. Dahi Heydər Əliyev hakimiyyətdə idi. Bütün gənclərimiz ondan nümunə götürməyə çalışırdı. Və o gənclərdən biri də Bayram müəllimdir. İndi kimi yadımdadır, biraz çox uzağa getməyəcəm. Mən rayon Komsomol Komitəsinin birinci katibi işləyəndə dedilər ki, gənc bir oğlan gəlib, sizin qəbulunuza gəlmək istəyir. Dedim, buyursun, gəlsin. Dedilər, ali məktəbi təzə qutarıb, bu il qutarıb yəni. Dedim, gəlsin. Gəldim, tanış oldum, bu məndən nə xahiş elədi axırda. Dedim, mümkünsə, məni bu təşkilatlardan birinə, ya kolxozlardan, ya idarə müəssisələrdən birinə, Komsomol maarifində, indi o vaxt var idi bu məsələ, indi bunu danmaq olmaz və ideoloji işikdə, məni bu təşkilatların birində Komsomol Maarifi Dərnəyinə kömək eləyəsiniz, mən orada dəstəyəm. İctimai əsaslarla, heç bir məvacib almadan. Bəli. Yəni ki, o məsələni həll elədik. Amma bu adamın bu təşəbbüskarlığı, bu vətənpərvərliyi mənim yadımda qaldı. İş elə gətirdi ki, aparatda İdman və Kütləvi Müdafiə Şöbəsi yeri boşaldı. O vaxtda yəni ki, yoldaşlar işləyənlər var, mən burada hörmətli Qafar müəllimi görürəm, bunu digər yoldaşlarını görürəm, yəni dostlarımı görürəm da burada. O vaxt adət belə idi ki, mütləq gərək gedib birinci katibinə məsləhətləşəsən ki, bu Komsomol da partiyanın mübariz köməkçisi və ehtiyat qüvvəsi idi də. Partiya kadrları sonra Komsomoldan gəlirdi. Burada seçilirdi yaxşı kadrlar, düzlü olan kadrlar, vətənpərvər kadrlar, ondan sonra savadlı kadrlar hər şeydən əvvəl. Mən bir 5 nəfərin adını yazdım, apardım, hörmətli birinci katibin yanına. Allah rəhmət eləsin, Muratxan Cabbar o vaxt Zəngilanda birinci katib işləyirdi. Çox gözəl bir rastlaqlar idi. Mən
təsəvvür eləyə bilmərəm ki, yəni Muradxan müəllim kimi vətənini, elini, obasını sevən bir insan, yəni rayon səviyyəsində deyirəm, olsun. Bu adamlardan bir 5'in 6'sının adına baktı, dedi ki, sen bana de görüm, bu kadroların hansının üstünde sen özün dayanırsan ki bunu Komsomala şöbə müdürü qoyaq. Ben dedim ki, fikirləşmədən dedim Bayram Məmmədov var orada, istəyirəm onu götürəm. Dedi, nə üçün onu götürürsən? Ona bayaqki Komsomal marifi söhbətini elədim. Dedi, hə, Komsomala həvəsli adamları gətirmək lazımdır. Komsomal var-dövlət yığmaq üçün deyil, ondan sonra başqa məsələlərin məşğul olan təşkilatlar, burada vətənpərvərlik lazımdır. Gənclərimizi səfərbərlik eləməyə qadir adamlar gəlməlidir. Yəni demək istəyirəm ki, elə o vəzifədə mən məsələni uzatmaq istəmirəm. Bayram müəllim özü tam təsdiq elədi. Bayram müəllimi sonraki işlərində rayon partiya komitəsində şöbə müdürü, rayon icraya komitəsinin sədr müavini, sonra batalyonun Zəngilanda ilk batalyonun komandiri, bu cür vəzifələrdə işləmiş bir adam sonraki hərbi sahədə, Müdafiə Nazirliyi sahəsində işlərin hamınız bilirsiniz. Siz təsəvvür edin ki, Bayram müəllim şöbə müdürü olduğu dövrdə rayonda elə hörmət, elə şöhrət qazandı ki, inandırıram sizi, elə kolxoz sədrləri, savxoz direktorları hara gedirdi, deyirdi, eşitmişik, Bayram adlı yaxşı bir kadrınız var. Bunu deyirdik. Bir günlər bir məsələni qeyd edeyim. Bizim Komsomalda bir təlimatçı işləyirdi, Adil adlı oğlanıdır. Gedib Nizami savxozuna, rəhmətli Kərim dayı da orada kolxoz sədri idi. Çox yaxşı bir insanıdır. Bu Adil müəllimə gedəndə Komsomalı da bir balaca hərəkət eləyib, danışıb, eləyib, mətəlib. Bu Kərim dayının çox xoşuna gəlib, kolxoz sədrinin. Birdən çaşıb deyir ki, Adil müəllim, sən Bayram müəllimsən. Bayram müəllimin təsəvvüründə yaxşı danışan, bacarığı olan, ondan sonra nəyəsə. Bayram müəllim, sizin haqqınızda yenə deyirəm, çox danışa bilərəm. Xüsusən də mən danışa bilərəm, çünki bizim iş birliyimiz sonradan da dostluğa çevrilib. Hər yerdə bir-birimizi axtarmışıq, tapmışıq, çox məsələlərdə birgə hərəkət eləmişik. Bayram müəllim həqiqətən müasir dövrün ziyalılarının, qatı ziyalılarından biridir. Onun müxtəlif qəzetlərdə çıxan məqalələri, yoldaşları haqqında təəssüratları, xatirələri və digər məsələləri səhifələdiksə, Bayram müəllimin nə qədər zəngin bir insan olduğu aydın olur. Düzdür, elə bir məsələlər var ki, özündən asıl olmayan məsələlər olur. Ondan sonra zamanla, vaxtla, amma biz Bayram müəllimi, yəni Respublikamızın hamısı bizim üçün qiymətlidir, bizim üçün şərəflidir. Bu Zəngilanın da öz yeri var. Zəngilan həqiqətən çox böyük alimlər, yazıçılar, generallar, hərbiçilər yetişdirmiş bir rayondur. Əgər Böyük Vətən Müharibəsi illərini nəzər salsaq, 416-cı Taganrog diviziyasının komandiri İsmail Sahilov və ondan da qabaq, müharibədən da qabaq Naxçıvanda İncəsənət İdarəsinin rəisi vəzifəsində işləmişdir. Sonraki dövrlərdə bayaq Bayram müəllim qeyd elədi, 1948-ci ildə Zəngilana Qızıl Zəngilan adı veriləndə 13 nəfər bir dövrdə sosialist əməyi qəhrəmanı adı alıb. 13 nəfər.
Onlardan da biri hörmətli Adilə xanımın atası Ziyad Məmmədov olur. Adilə xanım göbaşı qatı ziyalı nəslidirlər. Ziyad Məmmədov, Atxan Məmmədov, Medrusun yarısı müəllimlər, axırı Adilə xanımın özü Moskvadan belə yaşamış, işləmiş bir insandır. O dövrdə, yəni federal ikinci hakimiyyətə gələndə o da gəldi, burada başladı fəaliyyətə. Və ümumiyyətlə demək istəyirəm ki, Bayram müəllim, sizin haqqınızda mən ürəkdən danışmaq istəyərdim saatlarla. Amma çox təəssüf ki, bu təzyiqlə şəkər imkan vermir. Mən yenə deyirəm, əgər mümkünsə elə operatorumuza deyək, daha doğrusu mən bunu təqdim edeyim sizə. Bizi bir yerdə bir çəsinə əgər şəkil varsa, Var. şəkil çəkən varsa, Şəkil var. bu da bir xatirədir, bu da bir tarixdir. Şəkil çəkildi. Var. Minnətdaram. Sizə də möhkəm can sağlığı, Çox könül sağ ol. xoşluğu, bol Çox sağ ol. sevinç və həmişə belə ağsaqqal kimi məclislərin başında. Minnətdaram, Çox sağ olun. minnətdaram varım müəllim. Çox sağ ol. Amma siz yenə də deyirəm, təkrar edirəm. Siz çox xoşbəxt adamsınız. Çox sağ olun. Açılıyıq İmamverdiyev kimi adam sənin qüvvəyinə sədrlik eləyir. Çox sağ olun. Sən Fəxrimizdir. doğrudan xoşbəxt adamsın. Allah Teala imkan versin, güzelliği keçirək, hörmətli akademikimizi. Yadımdan çıxmayıbsınız. Hiç yadımdan çıxmayıbsınız. Çok sağ olun. Var olun. Oldu. Var olun. Çox sağ olun, çox var olun. Və yəni ki, Bayram müəllim dostlar adından da deyirəm ki, çox sağ olun, hamınız əziyyət çəkmişsiniz, gəlmişsiniz. Hamınıza minnətdarım. Çok sağ olun. Evet, görün bir həyat yaşayıb bir büyük hadiseler şahidləri olmuş insanlardır. Maraqlısı nədir? İndi bu komsomolda irəli getdi, ya partiya xətti ilə irəli getdi, və Heydər Əliyev hansı xəttlə irəli gedirdi? Amma xətlərlə mahiyyət, fəaliyyətin mahiyyəti nədən ibarətdir? Sistem deyil, təfəkkürdür baş. Hər hansı qurum ola bilər, amma sən o qurumda öz xalqına necə xidmət edə bilərsən səriştəsidir. O qurumudur, buyur, o qurumdur. Başqa, adını başqa bütün hallarda insanın xalqına bağlılığı, el-obaya yararlı olması və onu yüksək səviyyədə təfəkkürlə, biliklə həyata keçirməsi prosesidir. Çox sağ olun mənim məzim. Siz də elə belə yaşayıbsınız, var olun mənim məzim. Şeker öyle bir şey değil, dünyanın biri. Yaşıyorlar, yediler. İnşallah. Tenzim elimler, kantonun yemeği vesselam. İnşallah. İnşallah. İndi biz sözü veririk hürmetli Tahir Məmmədova, şəhid ailələri, əlillər və müharibə veteranları Müdafiəsi İctimai Birliyin sədri. Buyurun mənim əzizim. Hər kəsi salamlayıram, hörmətli xanımlar, hörmətli bəylər, zabitlər, şəhid ailələri, qazilər, veteranlar və qonaqlarımız, bacılar, qardaşlar, hər birinizi salamlayıram. Və mən Bayram Məmmədovun adından hər birinizə təşəkkür edirəm ki, bugün dəyərli vaxtınızı üçün bu yubileydə iştirak edirsiniz. Və qeyd etmək istəyirəm ki, mən Məmmədov Bayram Heydaroğlu'nu xatırlayıram bu kimi. 1991-ci ildə Azərbaycan Respublikasının Ali Sovetinin qərarı ilə özünün müdafiə taborlarının ilk yaradıcılarından öz vəsaiti hesabına və 806 en sayılı hərbi hissənin qurucusu kimi çox yaxından tanıyıram. Bayram Məmmədov, cənab polkovnik, mənim qonşum olub, yaxın qonşu olmuşuq. Mən uşaq idim onda, amma Bayram Məmmədovla biz fəxr edirdik ki, o komsomol katib işləyirdi, rayon, bayaq Vəli müəllim qeyd etdi,
onun tutduğu vəzifələri Zəngilan rayonunda çox mühüm bir vəzifələrdə hamısında çalışıb. O nitqi cəhətdən çox gözəl bir insandır, imanlı, kamilli, hər kəsə dəyərli. Elə bir şəxs yoxdur ki, onun qapısını döysün, Bayram Məmmədov onu kömək eləməsin. Elə bir insan olmayıb. Yəni, hər kəsin vaxtında əlindən tutan, qaldıran, müraciətləri vaxtında yerinə yetirən, hətta Zəngilan rayonunun böyük bir siması kimi yetişmiş bir şəxsiyyətdir. Bayram Məmmədov 1991-ci ildə 806 ensaylı hərbi hissənin yaranmasında çox mühüm bir işlər yürüb. Və mən onun yanında olmuşam, mən onun köməkçisi kimi bütün silah-sursat, demək, maddi bazaların qurulmasında, texnikaların gətirilməsində, döyüş tapşırıqlarının yerinə yetirilməsində, aidiyyəti işlərin qurulmasında çox mühüm, vəzifəli bir el oğlu kimi, vətənsevər oğlan kimi yetişmiş bir şəxsdir. Və mən Bayram Məmmədov haqqında çox böyük, demək, auditoriyanın qarşısında danışıqlar apara bilərəm, amma vaxt az olduğu üçün, çıxışlar çox olduğu üçün qısa qeyd etmək istəyirəm ki, bugün Bayram Məmmədovun 70 illik yubileyi qeyd olunur və mən Bayram Məmmədovu tanıyanda onun 25 yaşı vardı. Mən isə uşaqdım. Təxminən oxuyardım, 6-da 7-ci sinifdə oxuyardım. Bu fərqimiz bu qədərdir. Mən onunla həmişə fəxr etmişəm və mən bildiyiniz kimi Zəngilan rayonunun ərazisi Ermənistanla sərhəddi 157 kilometrdir və 91-ci ildə erməni işğalçıları Zəngilana hücum edərkən 157 kilometrin qorunması da aypara şəklində bizim bayrağın üstündə aypara Ermənistandır, ulduz Zəngilandır, qabağı İrandır. Belə hesab edək də. Yəni, Meğridən ta Görusa qədər aypara şəklində səhrə zonası olub və qabaqda İran. İki dövlətlə səhrədə olub. Və mən Bayram Məmmədovun o 157 kilometrin 91-ci ildən ta 92-ci ilə qədər komandir olduğu müddətdə və sonralar başqa bir vəzifələrdə də, hərbi vəzifələrdə də çalışıb, komandir olduğu müddətdə çox mühüm postların qurulmasında, texnikaların təmin olunmasında o zaman heç bir şey yoxdur. Nə müdafiə naziri vardı, nə topumuz vardı, nə topxanamız vardı. Amma ona baxmayaraq o geyimi, ilk geyim formasını mən gətirmişəm Bakı şəhərindən. Qara, ağ rəngdə bir geyim forması vardı və bu baxılan bir yerdə ilk geyim formasını Bayram Məmmədov təşkil edir. Azərbaycanda ilk dəfə Azərbaycan silahlı qüvvələri üçün təsis olunan formanı Bayram Məmmədov ilk dəfə 806 nömrəli hərbi hissənin şəxsi heyətinə geyindirib, təmin edilib və yadındadır silah ambarlarının, silahların gətirilməsidir, maddi bazalar qurulmasındadır və döyüş silahlarının yığılma ambarlarının təşkil edilməsində çox mühüm addımlar atmışdır. Mən Bayram Məmmədov haqqında çox saatlərlə yox, aylarla danışdan tutarmaz. Bugün mən burada çıxış üçün söz verildiyi üçün qısa vaxt var, bu vaxtı müddəti ən dəyərli sözüm deyərdim ki, mən ona cansağlıq arzulayıram və bütün ictimai birliyimizin adından, çoxsaylı kontingentimizin adından ona arzu edirik ki, 50 il veteran şəhidlərinin adından onu arzu edirik ki, Allah Teala nə qədər sizə ömür verirsə, onu ayaq üstə keçirəsən və xalqın dəyərli oğlu kimi sizi təbrik edirik və qeyd etmək istəyirəm ki, bizim İctimai Birliyin adından qızıl, qırmızı diploma layiq görmüşsünüz. 26 iyun silahlı qüvvələrində bizim İctimai Birlik tərəfindən sizin xüsusi hədiyyəniz olacaq və bizim şəxsiyyətimizin içində və şəxsiyyətimizdə çox hissəsi buradadır. Çox sağ olun. Rayon şöbə sədrləri, müavinləri və üzvləri. Burada iştirak edən şəhid alilər də var, qazilər də var, zabitlərimiz də var. Hər birinin adından sizə bir daha təşəkkür edirik. Minnətdaram. Minnətdaram. Var olun. Çox sağ olun. Çox sağ olun. Çok sağ olun. Bir de dua asırsan çıkışlara, ne kadar
yüksek səviyyəli, hər cəhətdən formalaşmış şəxslərdir. Necə bunlar vətən hamısı xidmət edirlər. Gəncliklər yenə görə də çox sağ olsunlar. Çox sağ olun, mən də İndi xahiş edirik, söz veririk. Allah verdi, Teymurova istifadə olan halkının içine vəzifə doğulur da çent müharibə veteranı. Buyurun etsin. Çox sağ olun, təşəkkür edirəm mənə söz verdiyinizə görə. Bayram müəllim məndən qohum olduğundan onun bütün həyat yolu mənim gözlərim önündə keçmişdir. Bu baxımdan da mən onun həyat yolunun çox hissələrini, istiqamətlərini bilirəm. Lakin vaxta qənaət baxımından mən yalnız 3 istiqamət barədə dayanmaq istəyirəm. Birincisi, Bayram müəllim ilk növbədə bir müəllimdir. Müəllimlik isə bütün peşələrin fövqündə dayanan ən müqəddəs, ən şərəfli və ən məsuliyyətli bir vəzifədir. Bayram müəllim bu vəzifənin öhdəsindən həmişə layiqincə gəlmişdir. Və o təkcə dərs dediyi müddətdə öz dərs dediyi fəndən deyil, yeri gəldikcə şagirdlərində vətənin bütün gözəl diyarlarına bir heyranlıq, bir sevgi, bir məhəbbət hissi oyatmış və onları qəlbən vətənə bağlayaraq vətənpərvərlik ruhunda formalaşdırmışdır. İkincisi, Bayram müəllim bir hərbiçidir və o 1-ci Qarabağ müharibəsi döyüşlərində ilk gündən son günə qədər iştirak etmiş, düşmənə qarşı hiddətini cilovlaya bilməyən, qəzəbindən alov püskürən və baxışlarından məğrurluq yağan bir komandir olmuşdur. Və bir komandir kimi də hər zaman öz qətiyyəti, mübarizliyi və vətənpərvərliyi ilə seçilmişdir. Vətənpərvər olmaq, vətəni, dövlətini, millətini ürəkdən sevmək deməkdir. Bayram müəllimin qəlbində isə bu vətən sevgisi heç vaxt öz təravətini və gücünü itirməmişdir. Bayram müəllim eyni zamanda özünün fərdi üslubu və xətti dəsti olan bir yazar, bir jurnalistdir. Və onun müxtəlif mövzularda yazdığı məqalələri bu gün də Respublikamızın aparıcı qəzet və jurnallarında dərc olunur və oxucular tərəfindən rəğbətlə qarşılanaraq sevilə-sevilə oxunur. Belə bir insanın yubiley tədbirində iştirak etmək mənə çox xoşdur və bu tədbiri təşkil edənlərə də öz dərin təşəkkür və minnətdarlığımı bildirirəm. Son olaraq isə Bayram müəllim aşağıdakı misralarla fikirlərimi yekunlaşdırmaq istəyirəm. Bayram müəllim, zəhmətlə düzərək həyat yolunu 70-i addatdın səklərinə doğru. Xoşbəxt ol, qoy üzməsin yaş səni, bundan sonra yaşa 90-100 səni. Ömür şirinləşir dolduqca yaşa. Ömür şirinləşir dolduqca yaşa, nəticə gör, kötücə gör, çox yaşa. Alqışlasın baharda hər açılan gül səni, bundan sonra yaşa 90-100 səni. Allah verdi özündən uydurdu biraz. Xatirə dəftərinə bu xoş günləri də yaz. Tanrı ucaldacaq hər zaman səni, bundan sonra yaşa 90-100 səni. Təbrik edirəm. Var. Çox sağ olun. Çok sağ olun, çok sağ olun. Şimdi xahiş edirik, söz veririk. Qarabağ müharibəsi veteranı Azərbaycan jurnalistlər Birliyinin üzvü Azər Əliyev cənablarına. Buyurun. Buyurun Azər Bəy. Mən burada iştirak edənlərin hamısını, bütün vətəndaşlarımızı
və bu iclasa sədrlik edən hörmətli Südeyev müəllimi salamlayıram. Onların hamısına can sağlığı arzulayıram. Eyni şeylə hörmətli yubileyara da arzulayıram. Və burada eşitdiyim bütün çıxışlara qulaq asdım və mənə hörmətli Südeyev müəllim icazə versə bir 3 dəqiqə artıq danışmaq istərdim. Sol tərəf. Buyurun, buyurun. Minnətdaram Südeyev müəllim. Deməli, burada olan söhbətlərdən mən gəlmək istəyirəm birincisi hörmətli, möhtəşəm Dahi Heydər Əliyev haqqında deyilən sözlərə. Heydər Əliyev birinci dəfə 1981-ci ildə biz Moskvada praktikada olanda 30 Politexnik İnstitutunun tələbələrinin hamısını həbs eləmişdilər. Biri də mən idim. Ruslarla vuruşmuşduq, Gürcistan Politexnik İnstitutunun tələbələri ilə. Bizi həbs eləmişdilər, bizim professor yoxa çıxmışdı. Bizə deyirdilər ki, sən hamımızı Moskvaya təhsil nazirliyinə yazacağıq, institutdan qovacaqlar Politexnik xuligansız güclüləri də. Biz vuruşmuşduq Ruslarla. Professor qaçıb gəlib oturub samolyota Heydər Əliyevə çatıb deyib, səhərsi gün bizi böyük gül şişə ilə buraxdılar, dedilər Ruslar səhv eləyib, siz düz eləmişsiniz. Gedin bizim Rusları biraz da qırın. Bu daha Heydər Əliyevdən gördüyüm birinci şahid olduğum hadisə idi. Çox hadisələr var. İkinci, Sara Aşurbəyli qədim Bakı tarixini yazan professor. Mənlə 87-ci ildə bir yerdə sanatoriyalımda bir şey danışdı. Dedi, mən qədim Bakı tarixindən əsər yazanda götürdüm, yazdım ki, bu Razin qəsəbəsi nədir? Bizim Dahi Başıxanovumuz var. Bu Razin bir dənə Rus quldur qaçağı olub. Yazdım, kitab çıxartdım, kitab çap olanda KGB SSR-dən mənə zəng elədilər. Dedilər, sən kimsən? Mən General Frankasam, Knyazev Rus familyalı. Sən bizim Dahi Razini quldur elan eləmişsən. Deyir, mənim ayağım əsli. Başdım, gəldim 75-ci ildir Heydər Əliyevin mərkəzi komitəsinə. Deyirdim, bəs mən professor atdım knişkaları. Məni Heydər Əliyevlə görüşdürün, deyim, professor gəlib Bakı dövlətin. Deyir, axırı deyir, mənə apardılar. Heydər Əliyev mənə qulaq astı. Deyir, dedi, başa düşdüm. Deyirdim, Heydər Əliyev, axı məni KGB SSR-dən nə dəliyiblər evimə zəng eləyib. Deyirdi, başa düşdüm, get. Deyir, getdim. 8 ay deyir, heç bir şey olmadı. 8 aydan sonra bizim deyir, institutun bir asistenti deyir, mənə zəng elədi ki, ay bəs professor, səni təbrik edirəm. Deyirəm, nədir? Deyir, yazdığın o Rusları tənqid edildiyin kitaba görə sənə SSR dövlət mükafatı laureatı veriblər. Deyir, dedim, yaşa Heydər Əliyev, sən millətin atasısan, milləti qoruyan bir kişisən. Bu epizodları çox az adam bilər. Mən belə rast gəldiyim o qədər epizodlar var ki, xidməti fəaliyyətim zamanı. Mən uzun illər Güc Nazirliyinin zabit işləmişəm. Başqa dövlətdə Qarabağda müharibədə olanda gəlib iştirak eləmişəm. Və Azərbaycanın bir böyüyü vardı, bir dahi lideri vardı Heydər Əliyev. Super güc, deməli, Amerikanın prezidenti Clinton Əliyev bütün prezidentlərdən qabaq gəlib Heydər Əliyevi sahib olunan görüşür. Deyir, dünyanın bir nömrəli siyasətçisidir. Eyni şeyi Rusiyanın da prezidentləri eləyirdi. O iki şər imperiyasının, güclü imperiyanı Azərbaycana işləməyə yönəldə bilən dahi tarix şəxsiyyətimiz olubdur bizim. Bunu unutmaq olmaz. Onun haqqında danışmaqla qutarılmaq olmaz. Yaxşıdır ki, Adilə xanım onun haqqında müəyyən şeyləri qeyd elədi. Amerikanın dövlət katibi Kissinger deyir ki, Amerikanın dostu, düşməni olmaq ölümcüldür, amma dostu olmaq, yox, Amerikanın dostu olmaq, düşməni olmaq ölümcüldür, dostu olmaq təhlükəlidir, dostu olmaq ölümcüldür. İmperiyaların belə xüsusiyyətləri var. Bunu Amerikanın dövlət katibi deyir. Elə bir dövləti Heydər Əliyev Azərbaycanla neft kontraktları imzalamağa, Rusiyanın əleyhinə olmaq məcbur eləyə bildi. Azərbaycanı diriltdi, yaratdı, qoydu üstə iqtisadi cəhətdən. Bu kontraktlar olmasaydı bizim ordumuz olmazdı. Heç nə olmazdı. Bunu dahi Heydər Əliyev eləyib. Heydər Əliyev Azərbaycan durduqca Azərbaycanın tarixində qızıl adın hərflərlə yazılmış bizim tarixi şəxsiyyətimizdir. Allah ona dönə-dönə rəhmət eləsin o kişiyə. Dönə-dönə rəhmət eləsin o kişiyə ki, Azərbaycanı qurdu, yaratdı, getdi 70 yaşında. İndi bunu dedim qısa. Bir də Südeyev müəllimə gəlirəm mən. Buradakiların bəlkə də çoxu bilmir. Amma Südeyev müəllim bir qısa eləyəcəm. Südeyev müəllimin bacısı məni ölümdən qurtarıb, Şəmsiyə xanım. Bəlkə səhv deyirəm, Şəmsiyə xanım bacısı var. Var. O məni ölümdən qurtarıb. Başqa onun bir həkim tələbəsi məni ölümdən qurtarıb. Böyrək məhkəməyi. Yaşayır, hələ işləyir. Hə, bilirəm, Şəmsiyə xanım o gün danışmışam. Mənim 2001-ci ildə həkimim olubdu. 4 nömrəli xəstəxanada. O məni ölümdən qurtarıb. Məndə bağırsaq həkimidir.
başqa bir həkim, o adı nədir onun, böyrək həkimi var, Ramiz müəllim. O da sizin tələbənizdir. O da məni müharibədə yaralanıb gələndə ölümdən qurtarmışdı MDN hospitalında. Bu Südeyev müəllimin Azərbaycana verdiyi tələbələrdir. Mən getdim Türkiyədə Türk Tarix Qurumunda işləyəndə, bir də İstanbul Universitetində işləyib doktorluq yazanda, orada söhbət düşdü də Azərbaycan qaziləri neyiniyib daxı? Mən kitabımdan bir dənə epizod danışdım 1-ci Qarabağ müharibəsindən. Türk paşaları durdu ayağa, Türk professorları əl çaldılar. Dedilər, Azərbaycanın qaziləri demək düzgün deyil. Deyim, bəs nə? Dedir, Azərbaycanın cəngavər oğulları və qaziləri demək lazımdır. Bir epizoda Qarabağ müharibəsindən danışdığım. Həmin yolu keçmiş Bayram müəllimlə söhbət gedir. Südeyev müəllimə gələndə, Südeyev müəllim həmin Südeyev müəllimdir ki, mən onu Türkçə dedim. Deyim, Türklər özü yazır. Yazır ki, ən böyük yazma oxuma oranına malik Şimali Azərbaycan Türklərdir. Türklər onun kitablarında yazır. Mən 2001-ci ildə bunu oxudum. Deyim, bax, sizlər savada biz onlardan üstünlük özləri yazır. Mən demirəm. Südeyev müəllim gedib, Bəxtiyar Vahabzadə orada müalicə olanda onu Türk professorları qutara bilməyib, böyrək həkimləri. Hörmətli Heydər Əliyev deyib, Südeyev müəllim də gedib onu qutarıb oradan. O xəstəliyi sağaldıb gətirib. Mən bunu Türkləri deyəndə onun hamısı başını aşağı saldı. Yaşasın Südeyev müəllim kimi ağsaqqallarımız. Yaşasın. Gənə deyirəm, yaşasın, yenə yaşasın. Biz bunları qeyd eləməliyik. Biraz çox ona görə mən danışdım. İndi gəlirəm Bayram müəllimə. Bayram müəllimlə mənim tanışdığım seçkilər ərəfəsində oldu. Bayram müəllim haqqında mənim qiyabi məlumatım vardı. Deməli, Bayram müəllimin bütün o müəyyən işlərini bildim. Mən Bayram müəllimə hədsiz hörmətim oldu. Hədsiz hörmətim niyə oldu? Onun əməllərini gördüm. Əgər insan nə qədər yaxşı danışırsa, onun əməli yoxdursa, o adam haqqında heç nə fikirləşmək lazım deyil. Mənim aləmdə. Adamın əməli yoxsa, mən o adam haqqında heç nə fikirləşmirəm. Adam var yaşayır, deyir yaşamaq yaxşı şeydir. Adam var yaşadır. Yaşatmaq yaşamaqdan da yaxşı bir şeydir. Bayram müəllim yaşadan adamlarımızdandır bizim, yaşadan insanlarımızdandır. Gəlirəm Bayram müəllimin başqa bir, Bayram müəllimin şəxsiyyətinə hər yerdə hörmət var. Və onu dəyərli insan deyirlər. Bayram adamlar var, yaşayır, işləyir, təhsil alır, hörmətli adam olur. Dəyərli adama çevrilir. Amma Bayram müəllim dünyaya gözdən açanlar, şəxsiyyətli və hörmətli adam kimi dünyaya gözdən açıb, bunun sirri budur. Bunu insanların çoxu dəqiq analiz edə bilmir, deyəsən, ya görmür, ya fikir vermir. Bayram müəllim dünya şəxsiyyətli və dəyərli insan kimi gəlibdir. İnsanlar nə vaxt müdürükləşir? Oturuşmuş yaşa satanda, şuurla ağıl birləşib formalaşanda insan müdürükləşir. Amma Bayram müəllim gənc yaşlardan müdürükləşibdir. Bu hadisə bunda cavan yaşında baş verib. Görün nə qədər müdürükləri qarşılayıb. Ona görə bu belə adam olmalıdır. Gəlirəm başqa bir məsələyə. Deməli, insanı özünü sevir, özünü qoruyur. İnsan var da, adam var. Sevir ailəsin, onu qoruyur. Bir də insan var, sevir millətin, özün qoruyur. Millətin və dövlətin sevən adamlar ali və mübarək insanlar sayılır. Bizim hörmətli Bayram müəllim həmin ali və mübarək insanlardandır. Və sözlərimi bir dənə xalq mahnısını biraz dəyişməklə qutarmaq istəyirəm. Deyir, 70'i aşırdım, 100'e ne qaldı Bayram müəllim? 70'i aşırdınız, 100'e ne qaldı? Arzulayıram 150 yubileyimizdə bütün bu sastaf, bu heyət daha doğrusu olsun. Mən də bir öz çıxışlarımı qısa olaraq biraz da icazə alıb uzadıb çıxış edeyim. Çox sağ olun. Sizə can sağlığı olaraq arzulayıram. Azərbaycan minnətdaram. Əziyyət çəkmişsiniz. Hayır, nə əziyyət? Döyüşçüdən ötürü döyüşçü qardaşlar, əziyyət yox, yanınızda sağlayın. Biz ağır müharibə yolu keçmiş kişilərik. Bir dəqiqə. Var. Çəkildi. Çox sağ olun, minnətdaram. Her şey hayra, Azad müsaade. Yavaş yavaş. şiiri söz veririk. Azad müsahibə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi Zəngilan rayon şöbəsi sədri. Müharibə veteranıdır, buyurun.
İlk önce hər biri salamlayıram. Bayram müəllim 70 illik yılınız münasibətilə təbrik edirəm. Bayram müəllimlə mənim tanışdığım 1992-ci ildə olub. Mən Sovet ordusundan tərxis olunub gəldim. O vaxt Bayram müəllim özü müdafiə batalyonunun komandiri idi. Məni kənddə orduya götürmürdülər, buraxmırdılar. Nəsə yaxınlaşdım Bayram müəllimə, eşitdim ki, Bayram müəllim hələ tanımırdım. Müşülana batalyonuna getdim. Müraciət elədim ki, mən könüllü yazılmaq istəyirəm orduya. Bayram müəllim qayıtdı ki, sənin 3 qardaşın döyüşür, sən get Atıva Anova bax. Mənim qardaşım tapşırıb Bayram müəllimə ki, bu gəlsə bunu orduya yazma. Barat müəllim oturub burada, Barat müəllim komandir otaydı. Mənim qardaşım da bizim kəndin komandir, tam komandiri idi, məhiyyətli. Tapşırmışdı Bayram müəllimi. Bayram müəllim məni orduya götürmədi. İş tanışlığımız orada oldu. Sonra bir yollarla, şimdi hal-hazırda bizim generalımız, fəxrimiz olan Pəqan Cəbrailov yani öz batalyonuna qəbul elədi. Mən öz kəndimizdə yox, başqa kənddə getdim, müharibə yolumu başladım. Zəngilan işğal olunandan sonra Bayram müəllimi uzun müddət görməmişdim, amma haqqında eşidirdim ki, Bayram müəllim Müdafiə Nazirliyində, Müdafiə Nazirliyinin tərkibində NATO'da xidmət aparır və mən bundan qürur duyurdum ki, mənim həm yerli, mənim bir Zəngilanlım NATO səviyyəsində bir orduda öz töyfəsini verir. Haradasa 2013-2014-cü il idi, 88 nömrəli avtobusa mindim. Bir də baxdım ki, Bayram müəllim orada ayaq üstə dayanıb, yəni cavanlar oturub Bayram müəllim ayaq üstə. Dedim, nə yaxşı, uzun illərdən sonra mən Bayram müəllimi belə təsadüfən qarşılaşdıq. Getdim, yaxınlaşdım, özümü təqdim elədim. Nə yaxşı, nə iş görürsən, nə insan. Və söhbət elədik, dedim Bayram müəllim və belə vətənpərvərlik mövzularında Facebook sosial şəbəkəsində yazılar yazıram, paylaşmalar eləyirəm. Dedilər, çox gözəl, sən mənə lazımsan. Nömrəmizi götürdü, sonra Bayram müəllim başladı öz yazılarını mənə göndərməyə. Hansı ki, gənc nəslin tanımadığı Zəngilanlı ziyalılar və ümumiyyətlə Azərbaycan ziyalıları haqqında gözəl yazıları 2014-cü ildən bəri mən başladım öz sosial şəbəkələrimdə paylaşmalar. Hal-hazırda da bu işləri davam elətdiririk, Bayram müəllimin bütün yazılarını paylaşırıq və o bizim Zəngilanlı ziyalılarımızı tanımayan şəxslər Bayram müəllimi sayəsində onlar haqqında məlumat əldə edirlər, onlar haqqında oxuyurlar. Bir daha Bayram müəllimindən tanış olduğum üçün mən fəxr edirəm ki, bizim Zəngilanımızın belə gözəl aydını. Bugün 70 yaşı qeyd edir və inşallah ki, 100 yaşı Zəngilanda qardan yuxarıda qeyd edir. Çox sağ olun. Sağ olun. Çok sağ olun Azad. Teşekkür ederim. Çok sağ olun. Çok sağ olun. Yavaş yavaş. Geç. Bugünkü görüşdə hep güzel, gənclikdən bir-birini tanıyan adamların çıxışlarının xüsusi əhəmiyyəti var. Bir də bax, Hüseyin Naib olduğu, bunlar Saratov Ali Partiya Məktəbində birgə təhsil alıblar. Çox maraqlıdır. Hüseyin mənim, hanı Hüseyin mənim? Gəl əzizim. Çox sağ olun. Süleyman müəllim. Yubilyarın təşəbbüsü ilə söz verdiniz. Açığı tələbə yoldaşlarının yoldaşlığından başlayan yoldaşlığa görə ad günləri, rəqəmləri birdən adamı həyəcanlandırırdı. Çünki biz cavanlıq dövrü tanımışıq bir-birimizi və o dövrlərdən yadımızda qalırdı ki, fikirləşirdik ki, belə həmişə bu cür cavanlıq olacaq, belə bu enerji ilə fəaliyyət göstərəcək, amma məndən öncə çıxış edənlər yoldaşlardan biri qeyd elədi ki, cavanlıqda qazanılan uzun müddət insanın qarşısına işıq saçır, yolunu açır. Biz Bayram müəllimdən 89-91-ci illərdə
Ali Partiya məktəbində Saratovda oxumuşuq. Tam ki, oxumaqla bərabər həm də otaqlarımız qabaq-qabağa idi. Yəni elə təxminən bir yerdə, bir otaqda yaşamış kimi olmuşuq. Bayram müəllimin ünvanına deyilmiş təriflərin heç biri mənim üçün yenilik deyil, çünki Bayram müəllim onları haqq edir. Amma mənim üçün bayramın ünvanına deyilən bu təriflər çox xoşdur. Hətta onun bir hissəsində elə öz ünvanıma qəbul edirəm, bölüşürəm. Həqiqətən Bayram müəllim kifayət qədər öz həyat tərzində, fəaliyyətində həmişə sistemli, hesablamış addımlar atan, bütün hərəkətlərinə nəzarət etməyi bacaran bir Azərbaycan vətəndaşıdır. Ehtiyac duyulduqda mövqeyini bildirməkdən də çəkinmir. Biz Ali Partiya məktəbində Saratovda vaxtı o vaxtki qaydalarla belə idi ki, respublikalara yer verirdilər. Çox böyük bir müsabiqə şəraitində seçilmişdik. Həm də üzərimizə bir missiya düşürdü. Biz həm də Azərbaycanın təmsilçisi kimi idik. Orada bütün o vaxtki SSR-nin hər yerindən tələbələr var idi. Biz həm də orada tək tələbəlik deyil, həm də mənsub olduğumuz millətimizi, xalqımızı təmsil edirdik. Burada iştirak edənlərin içərisində baxıram, Zəngilanın aparıcı Ağsaqqal xanım ziyalıları, hörmətli adamları var. Və onlar üçün deyirəm ki, bayramla fəxr edə bilərsiniz. Bayram həqiqətən həm Zəngilanı, həm Azərbaycanı çox yüksək səviyyədə təmsil edirdi. Çox sağ olun. Bu gün də Bayram müəllim haqqında deyilən sözlərin içərisində doğrudan da bayramın fəaliyyəti rəngarəng olub. Bir neçə sahələrdə olub. Hər birində bayram özü olub, öz qabiliyyəti ilə, özünün yüksək insanlıq mədəniyyəti ilə və səmiyyəti ilə həmişə iştirak edib. Təbrik edirəm, ömrü Allah verir. Çox sağ olun. Uzun olsun, bundan sonra da həmişə gümrah olsun. Sudeyev müəllim aparır. Deyil, sağlamlığı Çox sağ olun. Çox sağ olun. Buna bakın. Dikkat. Var. Çox sağ olun. Minnətdarım. İndi də söz verilir Tariyan Yolçuyeva. Bu həm tərəqqi medalı alıb. Heydər Əliyevin tərcüməçisi olur. Mən icazə vericilik deyim. Tariyan Yolçuyev Zəngilan yerinin ləyaqətli ziyalarından biridir. İlk Heydər Əliyevin tərcüməçilərindən biri olub. Sokarda aparıcı vəzifələrdə tərəqqi medalıdır. Xarici dillərdə bir oxumuşuq. Hansı dildə? İngilis dilində? İngilis dilində, bəli, Azərbaycan dilində. Əla, əla, buyurun. Çox sağ olun. Dediyiniz xoş sözlər üçün İnstitutda bircə təhsil almışlar. Bu da ayrı bir gör neçə illərin yaxın dostlarıdırlar. Çox sağ olun. Buyurun. Sizə mənim çox sağ olun. Söz verdiyinizə görə və dediyiniz xoş sözlərə görə. Yəni təqdim etdi Bayram müəllim, yəni deyir, bizim cəmiyyətdə vətən və torpaq uğrunda mübarizə aparanlar, onları biz həmişə ehtiramla yad etməliyik deyən möhtərəm prezidentimiz, ulu öndərimiz Heydər Əliyevin də dedikləri kəlam bugünkü gün üçün bir bariz nümunədir ki, vətən üçün, torpaq üçün mübarizə aparan və öz həyat yolunda şərəfli yol keçmiş Bayram Məmmədov bu günləri sizin qarşınızda və onu sevərək öz ürək sözlərinizi və öz dəyərlərinizi vermək üçün əziyyət çəkərək, əziyyətinizi hal edərək onun ətrafına yığışmışsınız. Sizə təşəkkür edirəm. Bu münasibətlə həm də bunu yaradan bugünkü toplantını təşkil edənlərə də öz minnətdarlığımı bildirmək istəyirəm. 48 il bundan qabaq, heç yadımdan çıxmaz, bizi Qırmızı Güşəyə yığdılar, universiteti bitirilməyimiz münasibəti ilə. Orada Bayram müəllim çıxış elədi, ulduzlar səpələnir belə bir mövzu altında
orada o qədər enerjili danışdı və vətən üçün və cəmiyyət üçün gələcəkdə aparacağı mübarizəni, işini elə bir ki, əvvəldən görürdü və onun dedikləri maarifləndirici söhbətləri adam elə gəlirdi ki, bu elə 48 il ondan sonraki, 50 il ondan sonraki fəaliyyətini elə əvvəldən görürdü. Yəni doğrudan o dedikləri söhbət öz həqiqi mənasında öz yerini tapdı və sizin artıq ishar etdiyiniz onun haqqında sözlər mən bir də təkrar etmək istəmirəm. O uzun həyat yolunda, keçmiş-keçli həyat yolunda müxtəlif sahələrdə çalışanda o özünü doğrultdu, vətəninə, elinə, obasına sadiq, bir gözəl, mütəfəkkir, maarifçi olduğunu sübut elədi. Əvvəl deyirlər Sovet vaxtında Makarenko'nun sözüdür, bilmem neyse, hər tərəflə inkişaf etmiş şəxsiyyət. Elə o istəyir burja fikirli insan olsun, istəyir demokratik yönlü insan olsun, onun da əhəmiyyəti yoxdur, amma onun dedikləri söhbətdə əsl məna kəsb edən cümlədir ki, onu biz hər zaman istənilən bir cəmiyyətin istənilən səviyyəsində biz onu istifadə edə bilərik və o Bayram müəllimin timsalında demək olar. Yəni o hər tərəfli inkişaf etmiş bir şəxsiyyətdir. Öz mədəniyyəti ilə, öz qabiliyyəti ilə, öz elmi ilə, öz savadı ilə, öz fəaliyyəti ilə gənclərə və özünün yaşında olan insanlara həmişə nümunə olmuşdur. Bayram, mən səni təbrik edirəm. Çox sağ olun. Təsadüfi deyil ki, sən tək bugünkü cəmiyyətin qarşısında sənin 70 illik yubileyini qeyd etmişlər. Ondan əvvəl Mətbuat Şurası böyük təmtəraqla sənin yubileyini qeyd edib və digər tələbə yoldaşların da o cümlədən hamımız səni təbrik etmişik və böyük məmnuniyyətlə, böyük sevinclə bu gün də səni təbrik edirik. Sənə can sağlığı və yaradıcılıq uğurları arzulayırıq. Bundan sonra da yaşa, 100 yaşa, sağlam yaşa. Çok sağ olun. Çok sağ olun. Minnettarım, teşekkür ederim. Çok sağ olun. Çok sağ olun. Bir de son söz veririk. Hürmetli Sərvər Cəbrayılova, polkovnik. Əziz və hörmətli tədbir iştirakçıları, mənim üçün də bu günlər çox xoşdur ki, Bayram müəllimin belə bir yubiley tədbirində iştirak eləmək. Bayram müəllim haqqında da Əli müəllim qeyd etdiyi kimi saatlarla danışmaq olar ki, tanıyırsa Bayram müəllimi, onun fəaliyyəti, onun yaradıcılığı barəsində tanışdı. Mən qısa Bayram müəllim haqqında danışmaq istəyirəm. Mənim zabit olmaq, bu peşəni seçmək sayəmdə Bayram müəllimin rolu böyük olmuşdu. Bayram müəllim o zaman Komsomol təşkilatında işləyən vaxtda o məktəblərdə o təbliğat gedirdi və Bayram müəllimin o təbliğatın nəticəsində və Bayram müəllimin verdiyi o xasiyyətnaməni mənim o hərbi məktəbə daxil olmağımda böyük rol oldu. Sonra dövr elə gətirdi ki, artıq hərbi məktəbi bitirəndən sonra Sovet ordusu sıralarında xidmət edərkən 91-ci ildə ölkəmiz öz müstəqilliyini ikinci dəfə əldə etdikdən sonra ölkənin müstəqilliyinin qorunması, verimliliyindən, ərazi bütövlüyünün qorunması üçün ordunun yaranması vacib şərtlərdən biri idi və o dövrdə Bayram müəllim Zəngilan rayonunda həmin o özü müdafiə batalyonunu qurucusu kimi deyək, yaratmaqda Bayram müəllimin çox böyük rol oldu və 92-ci ilin əvvəlində mən Azərbaycana gəldikdə ilk mənim əmrimi də Azərbaycan ordusu sıralarında xidmət eləməli. Martın 18-i, 17-si də gəldim, 18-də artıq əmrimi vermişdi və bu günə qədər də Azərbaycan ordusu sıralarında xidmətimi davam edirəm. Bayram müəllim ilk növbədə Allah Taala'nın insana verdiyi bütün o müsbət xüsusiyyətlərin hamısı demək olar ki, cəm olmuş bir şəxsdir. Bunun üçün də Bayram müəllim istədiyi sahədə, istəyir müəllimlik
peşəsində, hərbiçi peşəsində harda olubsa, o yüksək peşəkarlığını göstərir. Və o dövrdə də 92-ci ildə ilk ordu yarananda bu gün həmin ordunun o ilk necə deyək, sıralarına daxil olan Tahir müəllim buradadır, Azad müəllim buradadır, Cümşüd müəllim buradadır, Murad müəllim buradadır, Barat müəllim çoxlarını saymaq olar. Həmin dövrdə Bayram müəllimə vacib deyildi. O Kalaşnikovun, nə bilim, o tankın və yaxud da digər hansısa bir silahın tam o sirlərini bilmək Bayram müəllimə lazım idi. Onu təşkil edib, o insanları toplayıb bu mübarizəyə başlamaq və bunların hamısında Bayram müəllim o dövrdə qısa bir müddətdə demək olar ki, yaratdı və Zəngilanın o ərazisinin qorunmasında xüsusi xidmətlərini göstərdi. Bayram müəllim, bir daha sizi yubiley münasibəti ilə təbrik edirəm. Sizə möhkəm can sağlıq. Bundan sonra dövlətçiliyimiz var. Sağ olun, minnətlərim Sərvən. Sağ olun. Çox sağ olun. Nazlı xanım. Nazlı xanım. Nazlı xanım. Hörmətli tədbir iştirakçıları, hörmətli Bayram müəllimin sevərləri, vətənsevərlər, igid vətən oğulları. Bildiyiniz kimi bugün biz igid Ərən oğul, anamız Azərbaycanımızın və fədakar oğlu, polkovnik leytinant, əməkdar müəllim, jurnalist, publisist, igid oğul bizim Məmmədov Bayram Heydər oğlunun adı ilə bağlı olan bir tədbirdəyik. Və mən də bu tədbirdə şəhid ailələri, əlilər və müharibə veteranlarının müdafiəsi İctimai Birliyinin İnsan Resursları Şöbəsinin bir müdürü olaraq, Jurnalistlər Birliyinin, Turan Yazarlar Birliyinin bir üzvü olaraq, Qızıl Qələm mükafatı laureatlısı, vətənpərvər şair, nazlı yazar olaraq burada çıxış etməyimdən bir məmnunluq hissi duyuram. Və inanınız ki, bizim dəyərli Bayram müəllimlə tanışlığım dünən qiyabi olaraq baş tutub. Onun haqqında əldə etdiyim bu məlumat əsasında bu şeirləri bugün sübh tezdən, sübh azanında Allah şahidimdir ki, yazmışam. Və həmin şeiri elə buradan sizinlə bölüşmək istəyirəm. Çox sağ olun. Zəngilan dağının Araz əlimi adlı şeirim. Hər kəsin acılı, şirin dünyası. Düşmənə uddurdu əsrin dünyası. 70 il bir igid ömrüdür dostlar. Bayram Məmmədovun şirin dünyası. Hələ 90'larda tabor yarattı. Qıratı, düratı ona yarattı. Zəngilan taboru onun əsəri. Hərb siyasətindən lüğət yarattı. İlahi, ilahi bu insan qələm əhlimi? Qələmlə silahın vəhdət aləmi. Polkovnik, leytinant, uzman müəllim, Zəngilan dağının Araz əlimi. Zəngilan elinin kəndidir canbar. Bu el can yetirdi, elinə can var. Babası Nəbimin dostu olanın, vətənin pərvəri, nəvəsi can var. Novruz bayramı ilə dünyaya gəldi. O bayram adıyla göyə yüksəldi. Oğlu Orxanı da yol davamçısı, analı günləri qayğılı əldi. Atası düzlükdən, yurtdan deyərdi. Təbiət min sevgi, nəğmə söylərdi. Əqidəsi parlaq, bayram böyüyüb, elmindən, dilindən köynək geyərdi. İllər keçdi düşmən, yüz baş qaldırdı. Bayram düşmən başın üz baş qaldırdı. Yığdı Tahir kimi igid ərənlər, Zəngilan taborun düz baş qaldırdı. NATO'da, dünyada sülhü səslədi. Biz ki düz yoldayıq, haqq bizimlədir. Deyən hərbçi, Nasir, Bayram müəllim, müjdəli zəfəri tarix gözlədi. Yurt həsrəti onun içdən yoğurar. Sınmaz, bölünməz bir polad doğurar. Arazın o tayı şahid sözümə, yurt Xocalı olma, oğul doğru var. Bitdi o niskillər, gözünüz aydın.
uca tutmalıyıq şəhidin adın. İllərdir yazıram ici dərəndən, bu şeir payıyla sizi də andım. Qələmə dincliyi verməyən Nasir, Bakıda gilavar küləyi əsir. Nazlı yazar sizdən yazmaq istədi, gördü yazılacaq sizdən min əsir, gördü yazılacaq sizdən min əsir. Çox sağ olun. Çox sağ olun. Minnətdaram. Çox sağ olun. Təşəkkür edirəm. Baxın. Var. Çox sağ olun. Mənim əllərim, hamınıza təşəkkürümü bildirirəm özlərimə və hamısının adından hamımızı nalışlayırıq ki, bax belə günləri Bayram müəllimin biz yubileyini bax belə hörmətlə, məhəbbətlə keçirdik. Və indi son söz Bayram müəllimə verək. Buyurun Bayram müəllim. Çox sağ olun Sudeyv müəllim, mənə də söz verdiyinizə görə. Mən ilk növbədə bu gözəl tədbiri hazırlayan, ərsəyə çatdıran Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, hörmətli Polkovnik Cəri Xəlilova, onun bütün burada çalışan dostlarına təşəkkürümü bildirirəm. Sudeyv müəllim bu gözəl tədbiri apardı. Bizim Respublikamızın çox ləyaqətli, səmimi, Heydər Əliyev məktəbinin sadiq olan bir akademik, dünya şöhrətli, Türkiyə Ağsaqqallar İctimai Birliyinin sədri, tibb elmlər doktoru, professor, kafedra müdürü, dövlət tərəfindən bütün tədbirlərə layiq görülmüş elimizin ağsaqqalıdır, əziyyət çəkdi. Və ən əsası, bu tədbirin yaraşığı siz mənim dostlarımsınız, əziyyət çəkdiniz. Bəziləriniz 2 saata gəldiniz, çıxdınız bura. Mənim cəbhə dostlarım, Zəncan elinin ləyaqətli övladları, Laçın elinin ləyaqətli övladları, mənim tələbə dostlarım, mənim cəbhə dostlarım, hamısı buradadır. Çox əziyyət çəkdiniz. Mən hamınıza dərin təşəkkürümü bildirirəm. Allah Teala mənə imkan versin ki, mən də sizin belə 50 illik, 60 illik, 70 illik yubileylərinizdə şərəflə, ləyaqətlə iştirak edeyim. Burada mənim çox beynəlxalq hərbi əməkdaşlıq idarəsində, mən açın deyim, həyatimin ən parlaq dövrü orada olub. Mən orada daha çox belə Respublikada tanınmışam. Azər Salamov oturur, İlqar Kərimov oturur. Bunlar hərbi ataşı olub. Azərbaycanı ləyaqətlə bir çox ölkələrdə daim etdirirlər və bu gün də ehtiyatlı olan polkovnik kimi Tahir Əliyev, mənim dostum həkim oturub, vali həkim. İnanın, ilk cəbhədə, bu çətin anda cərrah olub. Və bütün dostlarım mənimlə cəbhədə çıxış elədilər, çıxış eləməyən oturub əbil olub. Mənimlə bərabər qərargahın rəisi olub. Oturub Barət müəllim bölük komandiri Şahirdə erməni ilə 10 metrlikdə. Onların sayəsində mən bu hörməti qazandım da Zənciranda. Oturub mənim qardaşım Ənvər müəllim orada. Oturub bizim digər dostlarımız, oturub mənim jurnalist dostum Mübariz müəllim, oturub mənim sərhədimizin, dövlət sərhədimizin yaranmasında əvvəlsiz Nizami İsrafil oldu. Və Zəncanların dostudur, həmişə qardaş kimi. Oturub bizim hörmətli dövlət qulluqçumuz, burada Rızayeva xanım, uzun müddət Həmkarlar Təşkilatının Zümrüd xanım, Qaradağda sədri olub, Rayon Partiya Komitəsinin şöbə komsomolun katibi olub, mənim dostum Metropolitenin veteranı oturub burada, mənim ən yaxın dostum Seyid Mirgəs Rüstəmov oturub polkovnik. Həyatı boyu ilk gündən birinci döyüşdən axırıncı döyüşə qədər o Naxçıvanda böyük hörmət, ehtiram qazanıb, bugün də o öz gözəl publisist yazıları ilə xatirələrim bölüşür mənim kimi. Qardaş, sənə də uğurlar arzu edirəm. Oturub mənim Tayyibin sədr müavini, hörmətli Eyvaz müəllim, öz dostları ilə, hamısı. Vaxt edir bizim şair qardaşlarımız, doktor qardaşımız, tibb elmlər doktoru, hamısı buradadır. Hamınıza mən Azər müəllim əziyyət çəkdi, gözəl çıxış elədi, mən ona dərin təşəkkürümü bildirəm. Hər birinizə, Bəli müəllimə, hər birinizə adına çəkmədiyimiz dostlara var olun. Mən bundan sonra da öz fəaliyyətimi xalqıma, dövlətimə, millətimə, elimə, obama necə dəqiqətlə xidmət etmişəmsə, bundan sonra daha təcrübəli, daha bitkin, daha belə mütəşəkkir şəkildə davam etdirəcəm. Var olsun Azərbaycan dövləti, var olsun Azərbaycan dövlətinin prezidenti, Ali Baş Komandan İlham Əliyev cənabları. Var
var olsun, Azərbaycan sağ olsun. Və dostlar, sağ olun, minnətdarım. Təşəkkürüm bildirəm. Mənim haqqında sözünüzü, ürək sözünüzü. Bayram müəllim haqqında ürək sözlərim çoxdur, sağdan. Allah ona bundan sonra uzun sağlıqlı bir ömür bəxş eləsin. Vətənimiz üçün, qüdrətli Azərbaycan üçün onun fəaliyyətində ona uğurlar arzulayıram. Veteranların, ondan sonra bütün o qazilərin nə qədər kömək elədiyini, yardım elədiyini mən onun şahidi olmuşam. Hər kəsin qayğısını çəkib. Allah ondan razı olsun. 70 illik yubileyini təbrik edirəm. Ona uzun ömür, can sağlığı arzulayıram. Təşəkkür. Sağ olun. Mənim haqqında öz ürək sözünüzü. Bayram müəllimin yubileyinə yığışmışıq. Mən də o münasibətlə Bayram müəllimi təbrik edirəm. Bayram müəllim bizim komandirimiz olub. Ən ağır postun komandiri olmuşam. Bayram müəllim oraya yoxlamaya gələndə dedim Bayram müəllim snayper işləyir də biraz zəhmət olmasa yuxarı çıxmayın. Dedi burada duranların heç birinin artıq oldu öyle. Yəni əsgərlərimiz, zabitlərimiz dəyər qiymət verən komandirdir. Allah ona can sağlığı versin. Allahdan da razı olsun ki Zəngilanda o dağlarda qeyd eləyir onun 100 illiyin. O günlər arzu edirəm. Amin. Allah can sağlığı versin. Sağ olun, sağ olun. Xoş oldu. Gözəl yerdə, gözəl gündə Bayram müəllimin məclisində iştirak elədim. Burada məclisə yığılan insanların hamısı işıqlı adamlardır. Bayram müəllimin işığına yığışdılar. Ölkəni, dövləti, milləti ziyalısı ilə tanıyırlar. Bugün bura yığışan insanların hamısı ziyalı insanlarımızdır. O ki qaldı Bayram müəllimə. Bayram müəllim haqqında deyilən sözlər hamısı çox səmimi idi. Səmimi idi. Mən Bayram müəllimi çoxdan tanımıram, az vaxtda tanımışam, amma Bayram müəllim əsl vətənini, dövlətini, xalqını, hər bir şeyini sevən bir insandır. Bayram müəllim nəinki bugünkü günü, dəlini, sərini yaşayan biri. Bayram müəllim keçmişimizi də yaşadır. Yəni belə bir şey var, deyir, insan öləndə unudulmur, insan unudulanda ölür. Bayram müəllim bizim keçmişimizi yaşadır bu yazıları ilə. 525-ci qəzetdə hər ay oğullar gedib orada arxivdə oturub onlarda məlumat toplayır, onları mütəmadi olaraq insanlara çatdırır, qohumlarına çatdırır, özü sevinir, qohumlarını da sevindirir. Bayram müəllim bilirsiniz, onun haqqında danışmaq belə çox məsuliyyətlidir. Mən gördüm, burada çox səmimi çıxışlar elədilər. Onun dostları, tanışları, qohumları. Yəni, Bayram müəllim bir əlində silah, bir əlində qələm. Hər birisində çox gözəl yaradıb. Hər birisi bu hörməti elə-belə qazanmayıb. Buraya gələn insanlar hamısı səmimi çıxış elədilər. Bayram müəllim çox yaşayıb, çox yaradıb. Mən arzu edirəm ki, çox da yaşasın. Mənim qardaşım çox da. O hər bir diqqətə, hər bir hörmətə layiqdir Bayram müəllim. Bayram müəllim xoşbəxt adamdır ki, xalqımızın, millətimizin sevdiyi Novruz bayramında dünyaya gəlib. Bayram da nə deməkdir? Bayram o deməkdir ki, birləşmək. Bayram o deməkdir yığışmaq. Bayram o deməkdir ki, milləti istər dini olsun, istər dövlət tədbiri, insanlar yığışırlar. Buna bayram deyirlər. Bu insanları bir yerə yığmaq, bir yerə cəmləmək, bunu bayram deməkdir. Bayram müəllim odur. Bizim bayramımız, canlı bayramımız bu bayramdır. Bir daha təbrik edirəm. Uzun ömür arzulayıram, can sağlığı arzulayıram. Bundan sonra yəni yaşadığı ömrü necə yaşayıb, elə də yaşasın. Amin. Mən bunu arzulayıram. Sağ olun. Bilirsiniz ki, bura bir möhtəşəm ocaqdır. Yəni burada Azərbaycanın say seçmə oğullarının tədbirləri keçirir. O cümlədən bilirsiniz ki, Müharibə Əmək və Silahlı Qüvvələr Veteranlar Birliyi təşkilatıdır. Mən Cəlil müəllimə təşəkkür edirəm ki, Cəlil müəllim bu şəraiti bizə yaratdı və mənim qədim dostum, sədaqətli dostum Bayram müəllimin 70 illik yubileyinin məhz bu ocaqda keçirilməsi hamımızın ürəyicədir. Biz 3 gündür həm Bayram müəllim, həm Cəlil müəllim, həm mən bu tədbirlər planını hazırlayırıq ki, kimlərə əslində küsüb gedənlər də oldu. Yəni bu olur, belə mənə qayıtdı, hamı çıxış eləmək istəyir. Belə də olmalıdır. Mən onlara zarafat yaradım. Getməsəydilər mən onların hamısını danışdırardım. 75 illikdə, 80 illiyində Bayram müəllim mənim cəbhə yoldaşımdır. Biz 92-ci ildə mən aprel ayında onu döyüşdə.
aprel ayının 10-da mən 92-ci ildə Zəngilanda Bayram müəllimlə 93-cü ildə, bəli, müsahibə götürmüşəm. Və o vaxtdan bizim dostluğumuza, həmin o görüşlərimiz dostluğa çevrildi və şükürlər olsun ki, bu günə kimi də davam edir. Mən əziz qardaşımı təbrik edirəm. Çox sağ olun. Bayram müəllim Azərbaycan xalqının, Azərbaycan dövlətinin fəxr olunması oğullarından biri. Təşəkkür. Allah can sağlığı versin. Çox sağ olun Mübariz müəllim. Təşəkkürümü bildirirəm. Mənim əziz qardaşım Mübariz müəllim də bizim dəyərli şairimiz, iti qələmi olan jurnalistimiz, ən əsası işıqlı bir insandır. Bəli. Dəyərli ziyalıdır. Öz Azərbaycan televiziyasında qazandığı təcrübəni bu gün o gənc nəslə televiziyada çıxışlarında, mətbuatda yazılarında belə oxunaqlı şəkildə, aydın şəkildə, başa düşən şəkildə çatdırır. Ən əsas isə duyğulu şairdir. Bəli. Təbiəti sevərdi. O dağları, gözəlləri, atanı, ananı, dostluğu çox gözəl tərənnüm eləyir və insanın qəlbində o şeirlər qulaq asanda hissləri daha da gözəlləşir. Ataya da, anaya da, qardaşa da, el obaya da tükənməz məhəbbət artır. Həmişə məhəbbətli olasan, həmişə işıqlı olasan, həmişə canın sağ olsun mənim əziz qardaşım. Var olun həmişə. Təşəkkür. Siz də Rasim müəllim çox sağ olun ki, bu gözəl tədbiri siz arxivləşdirdiniz. Sağ olun. Və bizim dəyərli dostlarımız bunu izləyəndə, öz şəkillərini görəndə hamısı sizə dərin ehtiramlarını bir daha bildirəcəklər. Təşəkkür. Həmişə belə tədbirlərin belə rejissoru olun, çəkəni, səhnələşdirəni olun. Çox sağ olun, minnətdarım, var olun həmişə.